Salam, hər vaxtınız xeyir olsun, dəyərli kanal izləyiciləri. Mən təsviri incəsənət müəllimi. Bu gün sizlərə MİQ və sertifikasiya imtahanında rastlaşa biləcəyiniz vacib situasiyalardan danışacağam. İzaha keçməzdən əvvəl kanala abunə olmağı unutmayın ki, izahlar yerləşdirilən zaman görəsiniz. Dərslərə qoşulmaq üçün isə 070 235 1325 nömrəsinə yazaraq ətraflı məlumat əldə edə bilərsiniz. İndi isə keçək izahımıza. Başlayaq birinci sualımızdan. Nəhəng ölçülü rəsmlər aiddir. Qədim Roma rəngkarlığına, qədim Misir rəngkarlığına, qədim Yunan rəngkarlığı yoxsa qədim Çin rəngkarlığına. Burada doğru variantımız B variantı qədim Misir rəngkarlığıdır. Çünki qədim Roma rəngkarlığı bildiyimiz üzrə elə Romalıların özlərinin yaşayış tərzi ilə sıx bağlı olmuşdu və qədim Roma rəngkarlığında freskadan istifadə olunurdu. Qədim Yunan rəngkarlığında isə əsasən mozaikadan istifadə olunurdu və təsvirlərə həcm verilməsində işıq kölgədən istifadə olunmuşdu, hansı ki elə bu üsulda dünya rəngkarlığının inkişafında böyük təsir göstərmişdi. Və qədim Misir rəngkarlığına gəldikdə isə əsasən nəhəng ölçülü təsvirlər və monumentallıq Misir rəngkarlığına xas olan xüsusiyyətlər idi və buradakı təsvirlərdə istifadə olunan rəngləri müxtəlif süxurlardan alırdılar. Ağacdan, əhəng daşı, kömürdən, dəmirdən və mis kimi təbii materiallardan alırdılar. Deməli, bir də deyirik, doğru variantımız qədim Misir rəngkarlığı B variantı oldu. Keçək ikinci sualımıza. Bu üslubun yarandığı dövrdə tablo və kətan anlayışları yox idi. Freska, mozaika, vitraj yoxsa qobelen. Burada doğru variantımız A variantı freskadır. Çünki mozaika bildiyimiz üzrə saxsı parçaları və xırda daşlardan düzələn təsvirlər idi. Vitraj şüşələrdən və yaxud şüşə üzərində boya ilə işlənən təsvirlər idi. Qobelen isə xovsuz divar xalçası idi. Orta əsrlərdə kübarlığın rəmzi sayılırdı və kilimdən fərqləndirən əsas xüsusiyyəti isə süjetli kompozisiyalarla zəngin olması idi. Və gələk doğru variantımız olan A variantı freskaya. Freskada bildiyimiz üzrə təravətli mənasına gəlir. Nəm suvaq üzərində işlənən təsvirlər idi və ən çox da Romada istifadə olunurdu, Romanın divar rəngkarlığında və elə ona görə də freska yarandığı dövrdə tablo və kətan anlayışları yox idi. Keçək üçüncü sualımıza. Əsərdə xəyali və məntiqsiz səhnələr var idi. Reallıq yox, yuxu və xəyal ön plandadır. Tamaşaçını düşünməyə və təəccüblənməyə məcbur edirdilər. Realizm, obyektlər və səhnələr həyatda olduğu kimi göstərilirdi. Sürrealizm, xəyali, yuxuya bənzər səhnələr və simvolizm ön plana çıxırdı. Klassizm, nizam, harmoniya və ideal formaları əsas idi. Akademizm, akademik qaydalar və klassik üslublar ön plandadır. Burada isə göründüyü kimi sürrealizm B variantı doğru variantımızdır. Hansı ki deyildiyi kimi elə xəyali, yuxuya bənzər səhnələr və simvolizm ön plana çıxırdı. Və deməli, bir də təkrar edirik, sürrealizm üslubu olan əsərlərdə xəyali və məntiqsiz səhnələr var idi. Reallıq yox, yuxu və xəyal ön plandaydı və tamaşaçı düşünməyə və təəccüblənməyə məcbur olurdu. Keçək dördüncü sualımıza. Qaya üstü rəsmlər həm də nə adlanırdı? Petroqliflər, kilografiya, litoqrafiya yoxsa manuskriptlər. Burada doğru variantımız A variantı petroqliflərdir. Çünki kilografiya ağac üzərində oyma texnikası idi. Litoqrafiya daş üzərində cızma texnikası idi. Manuskriptlər qədim əl yazmaları idi və petroqliflər isə qaya üstü rəsmlər idi. Keçək 5-ci sualımıza. Misirdə heyvan, insan və tanrı fiqurları necə təsvir olunardı? Baş, əl və ayaqlar profildən, gövdənin yuxarı hissəsi anfasdan. Baş, əl anfasdan, ayaqlar və gövdənin yuxarı hissəsi profildən. Ayaqlar və əllər profildən, gövdənin yuxarı hissəsi anfasdan. Gövdənin yuxarı hissəsi profildən, ayaqlar, əllər və baş anfasdan. Burada doğru variantımız A variantıdır.
Çünki qədim Misirdə bildiyimiz üzrə nəhəng ölçülü təsvirlər və monumentallıq əsas xüsusiyyətləridir. Dedik ki, belə təsvirlərdə istifadə olunan rənglərin müxtəlif süxurlardan, ağacdan, əhəng daşı, kömür, dəmir və mis kimi təbii materiallardan alındı və heyvan, insan və tanrı fiqurlarını təsvir edərkən baş, əl və ayaqları profildən, gövdənin yuxarı hissəsini isə anfasdan təsvir edirdilər. Keçək 6-cı sualımıza. Şagird Azərbaycanın görkəmli rəssamı haqqında təqdimat edərkən ilk olaraq rəssamın öz yaradıcılığı haqqında dediyi fikirləri qeyd etdi. Kətan üzərində çəkilən əsərlər elədir ki, xoşuna gəlməyən yeri olanda düzəliş edə bilirsən. Amma divara çəkilmiş əsər divara köçdü və onu düzəltmək mümkün olmur. Bu fikirlər kimə məxsusdur? Böyük ağa Mirzəzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov yoxsa Səttar Bəhlulzadə? Burada doğru variantımız C variantı Toğrul Nərimanbəyovdur. Çünki Toğrul Nərimanbəyov əsasən dəfələrlə divar rəngkarlığına müraciət edərək çox gözəl və möhtəşəm əsərlər yaratmışdı və hətta bir çox teatr tamaşalarının tərtibatında, dekorativ səhnə tərtibatlarında müəllif kimi də tanınmışdı. Keçək 7-ci sualımıza. Fuad Əbdürrəhmanovun üslub və texnikasını seçirik. Relyef, səhnə tərtibatı, yonma, monumental və dəzgah heykəltaraşlığı. Burada seçirik, deməli, 1-ci relyef, 4-cü monumental və 5-ci dəzgah heykəltaraşlığı olacaq. Doğru variantımıza baxırıq. B variantımızda 1-ci, 4-cü və 5-ci. Yəni relyef, monumental və dəzgah heykəltaraşlığı Fuad Əbdürrəhmanovun üslub və texnikası idi. Keçirik 8-ci sualımıza. Müəllim impressionizm üslubunun yaranmasına təkan verən əsas səbəbləri müəyyən etməyi şagirdlərə tapşırır. Şagirdlər hansı səbəbləri irəli sürsələr doğru cavab vermiş olarlar. Rənglərin ixtirası, akademik qaydaların yaranması, fotoşəklin ixtira edilməsi, rəng dairəsi nəzəriyyəsinin meydana çıxması, boya tüpiklərinin yaranması, təsvirdə həndəsi formalardan istifadə yeni təsvir texnikalarının yaranması, müxtəlif qeyri-ənənəvi materiallardan təsvirdə istifadə olunması və impasto texnikasının yaranması, kontrast işıq kölgə effektlərinin tətbiqi, perspektivdən imtina edilməsi və dekupaj texnikasının yaranması. Bizim burada doğru variantımız B variantıdır. Çünki impressionizm üslubunu yadımıza salsaq, impressionizm açıq havada təsvir yaratmaqdır və impressionizm termini ilk dəfə Claude Monet'in Təəssürat Doğan Günəş adlı əsəri ilə yaranmışdı və impressionizm üslubunda nələrdən imtina etdilər, nələr yaratdılar impressionistlər? Əvvəlcə konturdan imtina etdilər, qara xəttdən imtina etdilər və palitradan imtina etdilər, yaratdılar, demək, foto şəkli ixtira etdilər, rəng dairəsi, nəzəriyyəsi meydana çıxdı və boya tüpikləri yarandı. Deməli, bizim doğru variantımız B variantı oldu. Keçirik 9-cu sualımıza. Müəllim şagirdlərə klassik Avropa və qədim Yunanistan memarlığından bəhrələnən, Azərbaycanda yaşayış və ictimai binaları layihələndirən memar haqqında təqdimat edir. Bu hansı memardır? Mikail Hüseynov, Məsud İbn Davud, Memar Əcəmi, Memar Sinan yoxsa Fuad Əbdürrəhmanov? Burada doğru variantımız A variantı Mikail Hüseynovdur. Çünki Fuad Əbdürrəhmanov bildiyimiz üzrə memarımız yox, heykəltaraşımız olmuşdur. Memar Sinan Azərbaycan yox, türk memarı olmuşdur və Əcəmi Naxçıvani, Məsud İbn Davud isə əsasən Əcəmi Naxçıvani Naxçıvanda yaşayıb yaratmış memarımız olmuşdur. Hansı ki elə Naxçıvanda yerləşən memarlıq abidələrinin bir çoxu Əcəmi Naxçıvaninin yaradıcılığı ilə bağlı idi. Deməli, bizim doğru variantımız oldu. A variantı Mikail Hüseynov. Keçirik sonuncu və 10-cu sualımıza. Ölçü və formaların məsafədən asılı olaraq dəyişməsi. Bucaq perspektivi, hava perspektivi, frontal perspektiv yoxsa xətti perspektiv. Burada deməli bizdə doğru variantımız təbii ki D variantı xətti perspektivdir. Çünki
Bucaq perspektivində əşyanın rəssamın müəyyən bucaq altında yerləşdiyi tərəfin iki müxtəlif nöqtəyə doğru kiçilməsidir. Hava perspektivi isə uzaqlaşdıqca rənglərin solğunlaşması və detalların gözdən itməsidir. Və son olaraq frontal perspektiv isə əşyanın ön tərəfinin rəssama düz baxdığı bütün orada uzaqlaşan xəttlərin üfüq xəttində bir nöqtədə birləşməsidir və bucaq perspektivində iki qovuşma nöqtəsi, frontal perspektivdə isə bir qovuşma nöqtəsi olurdu. Və deməli, doğru variantımız oldu, D variantı xətti perspektiv oldu. Çünki forma və ölçülərin məsafədən asılı olaraq dəyişməsi xətti perspektivə aid idi. Deməli, dəyərli izləyicilərimiz, son olaraq sizə əlaqə nömrəmizi də xatırlatmaq istəyirəm. 070 235 13 25 nömrəsinə əlaqə saxlayaraq dərslərimiz haqqında ətraflı məlumat əldə edə bilərsiniz. Sağ olun, hələlik.